Avropa liderləri tətildə. Kim harda dincəlir? Avropada siyasətçilər yay tətilinə çıxaraq sahil bölgələrinə, kənd evlərinə və rəsmi iqamətgahlarına üz tutublar. Lakin Ukraynada davam edən müharibə, yaxın şərqdəki gərginlik, iqtisadi problemlər və meşə yanğınları fonunda liderlərin istirahəti heç də rahat keçmir. Ölkə Az Qafqaz İnfoyasına da xəbər verir ki, Brüsseldə və Avropanın bir sıra paytaxtlarında siyasi fəaliyyətin nisbətən səngidiyi yay aylarında liderlər ailələri ilə vaxt keçirməyə çalışırlar. Bununla belə davam edən böhranlar onların tətil zamanı belə gündəlik siyasi proseslərdən tam uzaqlaşmasına imkan vermir. Üstəlik liderlərin tətil seçimləri də ictimaiyyətin diqqətindən yayınmır. Xüsusilə bahalı və dəbdəbəli istirahət planları böhran dövründə siyasi reputasiya baxımından əlavə risk yarada bilər. Ursula von der Leyen. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bu ilki tətilinin dəqiq yerini açıqlamayıb. O, avqustun əvvəlində sosial media hesabında günəş eynəyi taxdığı fotosunu paylaşaraq izləyicilərinə xoş istirahət arzulayıb. Avropa Komissiyasının sözçüsü bildirib ki, von der Leyen hazırda ailəsi ilə vaxt keçirir, lakin Brüsseldəki komandası və digər komissarlarla əlaqəni davam etdirir. Onun işdən kənar vaxtının bir hissəsini Almaniyanın Hannover şəhəri yaxınlığındakı ailə evində keçirdiyi məlumdur. Buradakı fermada atlarla yanaşı toyuq və keçilər də saxlanılır. Avqust ayında fermadan paylaşdığı videoda von der Leyen Çikelet adlı toyuğunu və onun 2 cücəsini göstərərək cücələrə ad qoymaq üçün izləyicilərindən təklif istəyib. Von der Leyenin əvvəlki tətil seçimləri isə mübahisəsiz ötüşməyib. 2023-cü ildə onun Yunanistanın baş naziri Kyriakos Mitsotakisinin Krit adasındakı mülkündə istirahət etməsi tənqidlərə səbəb olmuşdu. Emmanuel Macron. Fransa prezidenti Emmanuel Macron həyat yoldaşı Brigitte Macronla birlikdə Côte d'Azurdakı rəsmi prezident iqamətgahı Fort de Brégançonda istirahət edir. Macron prezident kimi son yay tətilini bu məkanda keçirir. Fort de Brégançon onun hakimiyyəti dövründə bir sıra mühüm görüşlərə də ev sahibliyi edib. O 2019-cu ildə burada Rusiya prezidenti Vladimir Putini qəbul edib. Macronun tətil zamanını hidrosiklet sürərkən çəkilən görüntülər də yayılıb. Bu görüntülər ölkədə meşə yanğınları və iqtisadi sosial problemlərin davam etdiyi bir vaxtda bəzi tənqidlərə səbəb olub. Yelisey sarayının məlumatına görə Macron tətil zamanı da siyasi fəaliyyətini davam etdirir. O, avqustun 17-sində meşə yanğınlarından zərər çəkmiş Var departamentinin yerli rəhbərləri və yanğın söndürənlərlə görüşərək bölgəyə dəstək veriləcəyini bildirib. Fransa prezidenti həmçinin tətil müddətində xarici liderlərlə telefon danışıqları apararaq beynəlxalq məsələləri müzakirə edib. Pedro Sanchez. İspaniyanın baş naziri Pedro Sanchez də yay tətili zamanı ölkəsindəki ciddi problemlərlə məşğul olmağa davam edir. Sanchez iyulun sonunda İspaniyanın Şimali Afrikadakı Ceuta anklavında yaranan miqrasiya böhranından sonra fəaliyyətini Kanar adalarındakı Lanzarote adasında yerləşən rəsmi iqamətgahından davam etdirib. İspaniya mediasının məlumatına görə baş nazir avqust ayında rəsmi fəaliyyətinin bir hissəsini buradan həyata keçirir. Sanchez Ceuta'dakı vəziyyətlə bağlı nazirlərlə bir sıra video konferanslar keçirib. Avqustun 7-sində o bir neçə nazirlər növbəti onlayn görüşlərə rəhbərlik edib. İspaniya hökuməti Ceuta'dakı vəziyyətin hələ tam normallaşmadığını bildirir. Böhran fonunda Sanchezin tətilini davam etdirməsi müxalifətin də tənqidlərinə səbəb olub. İtaliyanın baş naziri Giorgia Meloni tətilini 9 yaşlı qızı və bacısı ilə birlikdə ölkənin cənubundakı Apulia bölgəsində Adriatik dənizi sahillərində keçirir. İtaliya mediası məlumatına görə Meloni'nin yaxın dostları və siyasi müttəfiqləri də Brindisi yaxınlığındakı fermada ona qoşula bilərlər. Apulia Meloni'nin 2024-cü ildə C7 sammitinə ev sahibliyi etdiyi bölgədir. Həmin sammitdə iştirak edən bir sıra liderlər artıq vəzifələrində deyirlər. Meloni qarşısında isə siyasi baxımdan mühüm dövr yaranır. İtaliyada növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi gözlənilir. Bununla yanaşı Meloni daha yaxın tarixdə mühüm rekorda imza ata bilər. Hökumət böhranı baş verməsə, o 2026-cı ilin sentyabrında müharibədən sonraki İtaliyada ən uzun müddət fasiləsiz baş nazir vəzifəsində qalan siyasətçi ola bilər. Friedrich Merz. Almaniya kansleri Friedrich Merz həyat yoldaşı Charlotte ilə birlikdə Almaniyada qısa müddətli istirahət edir. Kanslerin ofisi onun tətil planları barədə ətraflı məlumat verməyib, lakin sözçüsü bildirib ki, Merz daim əl çatandı və sentyabrda siyasi fəaliyyətin intensivləşməsinə hazırlaşır. Frankfurter Allgemeine Zeitung qəzetinin məlumatına görə Merz tətilə Papa 14-cü Leonun süni intellekt mövzusuna həsr olunmuş Magnificat Humanitas adlı ensiklikasında özü ilə aparıb. Papa 14-cü Leonun 2026-cı ilin mayında yayımlanan ilk ensiklikasında süni intellektin yaratdığı etik risklərə diqqət çəkilir, texnologiyanın insan ləyaqətinə və ümumi rifaha xidmət etməsinin vacibliyi vurğulanır.